qanun layihəsi məhz təhsil haqqında qanun, beləcə də əmək məcəlləsindəki dəyişiklikləri özündə etib edir. Belə ki, müzakirə etdiyimiz qanun layihəsinə uyğun olaraq əmək məcəlləsinin 67-2-ci maddəsində dəyişikliklər nəzərdə tutulub. Bu da bütövlükdə incəsənət məktəblərinin çalışan təhsil verənlərin sertifikatlaşdırma imtahanlarına cəlb edilməsini özündə etib edir. Eyni zamanda həmin maddəyə əsasən 60 və daha yuxarı yaşı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür, yəni məcburi deyil. Eləcə də həmin maddəyə əsasən digər istisna ən azı 3 dəfə sertifikatlaşdırma imtahanlarında iştirak edən şəxslər də məhz imtahana cəlb olunmurlar. Və mən təbii ki, bir sıra region ölkələri və xüsusən də qardaş Mərkəzi Asiya ölkələrinin təcrübəsini nəzərə alaraq bu maddə ilə bağlı bir sıra təkliflərimi təqdim etmək istərdim. Əvvəla, sertifikatlaşdırma imtahanlarından azad olunan, yəni istisnaların sayının artırılması daha məqsəd uyğun olardı. Məsələn, Qazaxıstanda və eləcə də bir sıra Mərkəzi Asiya ölkələrində incəsənət sektorunda beynəlxalq müsahibə qalibləri sertifikatlaşdırma imtahanlarından azaddılar. Eyni zamanda fəxri adı olanlar da məhz bu imtahanlara cəlb edilmirlər. Ona görə də bizim müzakirə etdiyimiz qanun layihəsinin və qeyd etdiyimiz əmək məcəlləsinin 67-ci maddəsində istisnaların siyasına baxılması və istisnaların sayının artırılması daha məqsəd uyğun olur. Çünki bir sıra hallarda xüsusən də qeyd etdiyimiz kimi beynəlxalq müsabiqə qaliblərinin və ya Cənab Prezident tərəfindən təltif olunmuş şəxslərin sertifikatlaşdırmaya cəlb edilməsi məncə məqsədə uyğun deyil. Daha məqsədə uyğun olardı ki, həmin şəxslər istisna olaraq məhz imtahanlardan azad edilən siyahıya daxil edilsin. Nəzərə alsaq ki, 67-ci maddəsində istisnalar var və istisnalar olduğuna görə təbii ki, bu istisnaların siyasına baxılması həmin maddə üzrə onun artırılması mümkündür. Eyni zamanda həmin maddəyə əsasən ən az 3 dəfə imtahanlarda iştirak edənlər imtahanlara cəlb edilmirlər və razılaşmaq lazım ki, 3 dəfə kifayət qədər böyük bir rəqəmdir. Əgər hər hansı bir təhsil verən vətəndaşımız istər təhsil, istər incəsənət sektorunda çalışan 2 dəfə imtahanlarda iştirak edibsə və uğurlu nəticə göstəribsə, onların yerindən sertifikatlaşdırma imtahanlarının cəlb edilməsi məqsədə uyğun olmaz. Ona görə mən təklif edərdim ki, əmək məcəlləsinin 67-ci maddəsində ən azı 3 dəfə deyil, ən azı 2 dəfə imtahanlarda iştirak edən və imtahanları uğurla başa vuran, yəni tələb olunan balı toplayan təhsil verənlər də imtahanlardan azad olunsun. Digər məqam məhz həmin qanunvericilik tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş qaydalarla bağlıdır və xüsusən də qeyd olunduğu kimi sertifikatlaşdırma imtahanları eyni zamanda təhsil verənlərin əmək haqqlarının artırılması baxımından vacib. Çünki bu imtahanlarda iştirak etmək və daha yüksək bal toplamaq praktik olaraq həmin vətəndaşlarımızın əmək haqqlarının artmasına gətirib çıxarır. Amma düşünürəm ki, bu istiqamətdə də təkmilləşdirməyə ehtiyac var. Çünki mövcud qaydalar əsasən 30-50 bal arası nəticə göstərən müəllimlərimizin əmək haqqlarında 10%, 51-60 bal nəticə göstərən müəllimlərimizin əmək haqqısında 35% artım qeyd alınır. Qeyd etmək istərdim ki, imtahanlarda maksimum bal 60 baldır. Bu o deməkdir ki, 50% daha yüksək bal toplayan müəllimlərimizin əmək haqqlarında artımlar nəzərdə tutulub və təbii ki, bu davam etdirilir. Təbii ki, bu müsbət məqamdır. Amma eyni zamanda nəzərə alsaq ki, xüsusən də beynəlxalq qiymətləndirmə sistemində nəzərə alsaq və beynəlxalq qiymətləndirmə sistemində 80%-dən daha yüksək nəticə göstərən istər təhsil verənlər, istər təhsil alanlar üçün daha yüksək, yəni sonuncu faiz nəzərdə tutulur. Ona görə mən təklif etmək istərdim ki, məhz bizim müzakirə etdiyimiz qanun layihəsinin qanundan irəli gələn müəyyənləşdirilmiş qaydalarda 51 və daha çox deyil, 48 və daha çox bal toplamış müəllimlərin əmək haqqlarının 35% artımı həyata keçirilsin. Çünki nəticə etibarı ilə 50 bal toplamış müəllimin əmək haqqısında, təhsil verən əmək haqqısında 10%, 51 bal nəticə göstərmiş təhsil verənin əmək haqqısında 35% artım qeyd alınır. Ona görə də əslində biz 80%-i bir limit olaraq və meyar olaraq müəyyənləşdirsək və 80%-dən daha yüksək nəticə göstərən təhsil verənlərin əmək haqqlarını daha yüksək, yəni 35% artımın həyata keçirsək, bu zaman artıq nəticə etibarıyla imtahanların nəticəsində daha yüksək bal toplamış müəllimlərimizin, təhsil verənlərin əmək haqqları daha çox artmış olar. Bu bir tərəfdən
imtahanlara marağın artmasına, digər tərəfdən təbii ki, onların daha yaxından təşviq edilməsinə imkan yarada bilər. O baxımdan məhz qanunvericiliyə uyğun olaraq qaydalara da baxılması və qaydaların təkmilləşdirilməsini təklif etmək istərdim. Bu nəticə etibarı ilə təhsil verənlərin sosial təminatın daha yaxından gücləndirilməsinə xidmət etmiş olar.